Ömür günümüzün daha bir xoşbəxt səhifəsində bütün Azərbaycan televiziyasından və Günə davamdan ürəkdən salamlayırıq. Gününüz aydın olsun. Günə sevgi ilə və əlbəttə ki, sevdiklərinizlə davam edəsiniz. Vətən sevgisi ilə başladıqsa, əlbəttə ki, bizim bu gözəl xanımımız Milana xanıma təşəkkürlərimizi bildirəcəyik. Çox sağ olsun. Və Milana xanımı buraya gətirən səbəblərdən biri də odur ki, onun istedadlı olmağıdır və istedadlı insanları bir araya toplayan, bu gənclərimizə böyük qayğı göstərən, diqqət göstərən, mütəmadi olaraq bir gözü, bir nəzəri onların üzərində olan, onları gələcək, Azərbaycanın gələcək mədəniyyət insanlarına, sənətkarlarına, xadimlərinə çevirən çox böyük dəyərli sənətkarımız Azərbaycanımızın sevimlisi. Dünyanın hər hansı bir yerində Azərbaycanlıyam deyən varsa, hər birinin sevgisini qazanmış, qəlbində xüsusi yeri olan Aybəniz xanım Haşimova bizimlə bərabərdir. Dəvət verəcəm. Çünki Sənət Akademiyasının tələbələri ilə bərabər, bugün Aybəniz xanım da bizimlə bərabərdir. Və əlbəttə ki, bugün istedadlı insanları biz görəcəyik. Milana, səni salamlayırıq. Xoş gördük. Xoş gəlmişsiniz. Çok sağ olun. Çox sağ ol gözəl ifana görə. Çok sağ olun. Və bilirəm ki, hələ də gözəl ifalar qarşıda olacaq. Bir çox Sənət Akademiyasının tələbələri, o istedadlı insanları biz burada görəcəyik. Əziz Aybəniz xanımımız, əzizimiz, canımız, necəsiniz? Yaxşıyam, gününüz aydın olsun. Sizinlə bərabər olmaq dünyanın ən xoşbəxti olmaq deməkdir. Yaxşı ki varsınız, yaxşı ki bizi yaşadırsınız, yaxşı ki xalqımıza gözəl biri-birindən ölməz nəğmələri hər zaman xatırladaraq onu sevdirirsiniz və təkrar tarixə, bax belə gənclərin yeni nəslin ifasında tarixə Baxın, elə mən salmışsınız. onu xüsusilə vurğulayacağım ki, Aybəniz xanım, bizi sevindirən məqamlardan biri odur ki, artıq gənc nəsilimiz demək olar ki, bu nəğmələri yenidən yaşadılar, yeni nəfəs verirlər. Və təbii ki, onların başının üstündə bir sənətkarımızın dayanmağı, düzgün yol göstərməyi bizim üçün bir qürurdur. Aybəniz xanım, sizi burada dəvət edəcək ki, siz bizimlə hələ ki əyləşə Milana bilərsiniz. qızıma da təşəkkür edirəm. Milana deyim ki sizə, deməli, əziz tamaşaçılar, hamınızın günaydın olsun. Milana'nın timsalında bütün Sənət Akademiyasının gözəl balaları, biri-birindən istedadlı balaları dünya müsabiqələrinin qalibləri, Grand Prisləridir. Və Milana da o balalarımdan, tələbələrimdən biridir ki, çox kiçik yaşlarından bizim Sənət Akademiyasına başladı. Və bugün də artıq o laureatlardan, diplomatlardan biridir ki, Azərbaycan musiqisində var. İnşallah həmişə də olacaq. Hələ bilirik, sizin o dediyiniz tələbələr var, mütəmadi var, danışır. Bəli. Nərmin var burada bilirik, o Nərmin gələcəkdə, Xədicə var burada, onları da Hamısı görmüş var, olacaq. hamısı var. Hamısı bugün burada bizimlə bərabər olacaq. Çünki bizim sonuncu görüşümüzdə xatırlayıram ki, onlar bir balaca imtahanlara hazırlaşırdılar deyə görə bilmədik, amma bugün görəcək onları. Bəli. Gəl anam, gəlin, əyləşin. Və bugün Aybəniz xanımın gözəl ifaları təqdim olacaq. Amma bir istisna da var bugün bizdə. Nədir? O istisnalardan biri odur ki, biz bilirik ki, siz istedadlı insanları çox sevirsiniz. Əlbəttə. Və biz özümüz də Azərbaycan televiziyası olaraq, mütəmadi olaraq, yəni həm Azərbaycan televiziyası deyim, mədəniyyət kanalı öz sahəsində, idman kanalı öz sahəsində harda istedadlı insanlar varsa biz onları araşdırırıq, axtarırıq. Sosial şəbəkələrdə də baxırıq, bir də görürsə orada paylaşımlar olur və biz dərhal onlara dəvət edirik, dəfələrlə Günə davamda olub, dəvət etmişik. Görmüşəm mən. Və irəliyən dəqiqələrdə çox istedadlı bir balamızı da dəvət edəcəyik bura. Çünki ilk dəfə Azərbaycan televiziyası sosial şəbəkələrdən sonra onu efirə dəvət etdi. Nə Və həmin gözəl. hadisəni xatırlayıram ki, tez bir zamanda qərar verildi və bizim Müşfiq Kərimov, hamı tanıyır onu, Müşfiq dərhal əlaqələrini işə saldı və qısa zaman ərzində, dəqiqələr ərzində biz həmin o balamızı, istedadlı balamızı tapdıq, efirimizə dəvət etdik. Canlı yayında ifalarını təqdim etdi. Həmin o istedadlı bala ilə sizi tanışlayacaq yaxından. Əslində mən onunla tanışam. Aha, tanışsınız. Bəli, mən onunla tanışam. Sir saxlayaq adını hələ Aha. ki. Tamaşaçılar intizarda qalsınlar. Çünki həqiqətən də belə istedadlı insanları gözləməyə dəyər. Və mən onu eşidəndə mənə bizim birgə dostlarımız, müştərək dostlarımız göndərdilər ki, müəllimə, bu sənin tələbəndir. Dedim, yox, mənim tələbəm deyil. Amma vallahi araşdırsan, elə bu bir tərəfi gedib çıxacaq mənim tələbələrimə. Aha. Çox güman ki, bu elə mənim tələbələrimin tələbəsidir. Çünki Şökət xanımı bu qədər hiss etmək yalnız mənim tələbələrimə məxsusdur Və sevmək. Şökət xanımın öz tələbələrinə məxsusdur. Çünki Şökət xanımı biz yaxından görmüşük axı və o enerjini almışıq. Ona görə də o hər bir tələbəmizə oradan bir pay biz ötürə biliriksə nə xoş bizə. Və sonra mən ailəsi ilə əlaqə belə oldu ki, yarandı və maması dedi ki, bəli,
Əskərin tələbəsidir. Dedim, nə gözəl. Əskər də mənim çox sevdiyim səslərdən biridir. İnşallah bu yaxın zamanlarda icazənizlə mən o yetirmələrimizi də gətirəcəm, dəvət eləyəcəm. Yəni biraz bülbüllər demiş, deyir, ay müəllimə, başım bunlara o qədər qarışıb, biz yaddan çıxmışıq. Sənət Akademiyasında bülbüllər yaddan çıxır. Bülbüllər yaddan çıxarmı heç? Amma bülbüllərin onlar ifaları əfsanədir. Mən bilirsiniz Aybəniz xanım, bayaq siz təşəkkür etdiniz ki, biz işıqlandırırıq. Amma mən həm öz adımdan, həm Elnurun adından sizə təşəkkür edirəm ki, bu uşaqları gələcəyə daşıyırsınız və gələn yeni nəsildən biz çox ümidliyik. Sizin bir ifanız var, biri sənsən, biri mən. Mən hər zaman düşünürəm ki, Aybəniz xanım o mahnını ifa edəndə sanki onu bülbüllərə, Sənət Akademiyasının tələbələrinə yəni ithaf edir. Bütün sevənlərə, bütün məni sevənlərə, mən ümumiyyətlə mahnıları oxuyanda heç vaxtı özümü düşünüb nəysə belə hansısa bir proqram vasitəsilə, yəni bir planlı şəkildə oxumamışam. Mahnıları o qədər sevmişəm ki, o mahnıları sevərək oxumuşam və hərə öz payını götürüb oradan. Mən böyük məmnuniyyətlə Aybəniz xanım istəyərdim ki, artıq çox da intizarda saxlamayaq. O istedadlı balamızı bura dəvət edək icazənizlə. Nuray Şahsuvarlı gəlir. Xoş gəlib, səfa gətirir. Nurayı alqışdırıq. Nuray, gəl gözəl qızım. İstedadlı balamız. Hər zaman onun gözəl ifaları bizi sevindirir. Artıq bir çox layihələrdə görürəm səni. Bir çox gözəl ifalarını da eşidirəm. Daim çox sevinirəm ki, artıq televiziyalara da dəvət olursan. Amma bununla bərabər ən sevimli məqamlardan biri odur ki, bu çağırılan çox yerlərə aludə olmadan öz təhsilinlə məşğul olursan. Bu daha vacib məsələlərdən biridir. Çünki təhsil daha önəmlidir. Təhsillə məşğul olarkən artıq sən daha böyük uğurlara gedib çatacaqsan. O çox gözəldir. Amma Nuray qızımız deyir ki, mən müğənni olmaq istəmirəm. İstəmir də. Keçən dəfə mənə dedi, bu çox pis fikirdir. Pis fikirdir. Əlbəttə. Bilmək olmaz. Olmaz, yox, Əgər olmaz. Aybəniz mən deyim. Onu icazə vermək olmaz. Mən sirri açıqlaya bilərəm. Hə. Əgər o Aybəniz xanımın yanına gedib gəlsə, o fikrindən daşına bilər. Çünki yalnız sənətkar onu öz fikrindən daşındıra bilər. Nuray, necəsən? Emil, bilirsiniz niyə? Nuray qızım, bax dinlə məni. Onun özünə də demişəm bunu. Azərbaycan o qədər istedadlı məmləkətdir ki, burada istedadsız adam yoxdur. Amma biri var fitri istedad, biri var sadəcə istedad. Quru istedad. Hə, bəli, o istedadın da üstündə çalışıb onu gətirib bir yerə çıxartmaq mümkündür. Amma fitri istedadlar bizim qarşımıza çıxanda biz onları 10-50 bax belə qucaqlamalı və onu heç yerə getməyə qoymamalı. Onda gəlin icazənizlə Nurayın bir ifasını təqdim edək. Nuray, istəyərdim səndən gözəl bir ifa gəlsin. Bu da sənin mikrofonun. Onun ardıcı söhbət eləyəcək. Olar mı? Buyur, səhnə sənin. Səni mərkəzə dəvət edirik və Nuray Şahsuvarlının gözəl ifasını tamaşaçılarımıza təqdim edirik. Buyur. Ben kızıyorum Azerbaycan, anlat nesilden dönüp sonuna. Öyle boyatmışam saçları kanımdı, uca dağlarını karı torpağlarımdı. Öyle boyatmışam saçları kanımdı, uca dağlarını karı torpağlarımdı. Her haftada külüngler sünnetimi kazındır. Şirin sadakatimi tariflere yazıldı. Garibi sanayım çorumunun icadı. Nebiye hacer olmuş dağları. Demir bir derya, güzel yıldız oya. Her elin özel adı, Azerbaycan kızı ya. Demir bir derya, her elin özel adı, Azerbaycan
Gözlerime renkli verirdi. Sesime sesinden sonra hep verirdi. Tay biri bu yüzümü dağlar. Güneş şefeklerine boyayıp yanağımı. Tay biri bu yüzümü dağlar. Güneş şefeklerine boyayıp yanağımı. Her adımda külünde kalbimi kazımış. Ya da kalbimi tarifler yazıldı. Beni denemeyen kulum gidiyorum. Ne bir yer olan şandaları. Bir deneyen güzel yıldız oya. Her elin özü vazı. Azerbaycan kızı ya. Demire bir deneyen güzel yıldız oya. Her elin özü vazı. Azerbaycan kızı ya. Azerbaycan kızı ya. Azerbaycan kızı ya. Azerbaycan kızı ya. Nuray Şahsuvarlı güzel ifasını təqdim etdi. Nuray, çox sağ ol gözəl ifana görə, gözəl qızım. Və əlbəttə ki, bu gözəl ifaları bugün çox eşidəcəyik. Bugün Aybəniz xanım kimi dəyərli sənətkarımızın qarşısındasan. Və mən istərdim ki, bir balaca tarixi keçid alım Aybəniz xanım. Çünki ilk növbədə sosial şəbəkələrdən biz Pərişanın mahnısını ifa edərkən biz bu Nuray balamızı tapdıq, tanıdıq və geniş tamaşaçı kütləsi doğrudan da tez bir zamanda onu daha yaxından tanımaq istədi və biz də dərhal Azərbaycan televiziyası olaraq ilk dəfə onu efirimizə dəvət elədik və ilk dəfə də efirə çıxmış oldu və onun ardıcı isə artıq yeni gözəl nəğmələri var və sizin kimi sənətkarın qarşısındadır. Mən böyük məmnuniyyətlə istəyərdim ki, bir gözəl canlı ifasını əgər istəsəz Nuraydan eşitmək istəyərdik. Siz nə deyirsiniz Aybəniz xanım? Əlbəttə gözəl olar. Yəni Pərişanın mahnısı Fikrət Əmirov mahnısıdır. Gözəl olar. Amma bu yaşda olan gənclərimiz mutasiya dövrü yaşayırlar. Bəli. Ona görə də biraz onları musiqisiz, akapel oxutturmaq biraz təhlükəli olur. Amma yenə də öhdəsindən gələrsə qızım, buyursun. Hal-hazırda mikrofonumuzu təqdim edəcəyik. Nuray. Nuray, səndən bir xahişimiz var ki, o Pərişanın mahnısı hansı ki, səni bütün Azərbaycana tanıtdıran o Pərişanın mahnısını istərdi ki, burada ifa eləyəsən. Aldar mı? Buyur, güzel kızım, buyur. Gündüz gitti, gece geldi, görmedim. Rahat olmur, neden böyle yüreğim? Gah darıxır, gah sevinir. Sinəmdə bülbül kimi dilə gəlir ürəyim. Gah darıxır, gah sevinir. Sinəmdə bülbül kimi dilə gəlir ürəyim. Afərin sənə, əhsən sənə Hə, Nuray Aybəniz və xanım. Bilirsiniz, Azərbaycan o qədər istedadlı. İnsan qürur dolu hisslər yaşayır. Mən onun valideynlərinə təşəkkür edirəm. Çünki evladını bu cür tərbiyə eləmək böyük bir hünər istəyir. Özü də bilirsiniz ki, indi biraz dövr dəyişir, biraz daha asat musiqi bilirsiniz Bəli, də. bəli. Bəli. Amma mən bir şey deyim sizə, müasirliyi... Daha çox oxunur. Hə, müasirliyə Amma bu gedən... çətinləşmiş bir Klassik əsərə çevrilmiş. və əbədi yaşar bir ölməz əsəri oxumaq üçün də sənə hünər lazımdır. Aybəniz Və xanım, ona görə mən yenə deyirəm, birinci valideynlərinə təşəkkür edirəm ki, evladlarını düzgün tərbiyə edirlər. Və əlbəttə Nuray qızıma da çox minnətdaram. Qızım, bu yoldan heç vaxt dönmə. Çünki bu uzun bir yoldur, çətin yoldur. Uzun yol gedəcəksən. Qoy biraz Allah sənə səbir versin, dözüm versin. Amma sən baxacaqsan, sən Azərbaycanın
gələcəkdə çox böyük bir sənətkarı olmalısan. Mən buna inanıram. Və xüsusilə mən bir məqamı əlavə etmək istəyirəm ki, yəqin ki, Nurayı dinləyən hər kəs bunun fərqindədir və siz dediyiniz kimi fitri istedadların hər birinin səsində özünə məxsusluq var, məlahət var. Biz burada musiqini eşitmədik, amma Bir də oxuyan ürəyi var. Nurayın o Əsas oxuyan ürəyi var. musiqini o qədər sanki burada bir sıra musiqi alətləri varmışcasına ifa etməsi, bizə onu eşitdirməsi onun təbii ki, istedadından və fitri istedadından xəbər verir. Biz səni dəstəkləyirik və əlbəttə ki, sənə uğurlar diləyirik. İfaçılar var ki, Nübar xanım, ona orkestr ifaçı deyilir. Bəli, Yəni onun səsində bütün alətlərin rəngi var. var. Mən həmişə tələbələrimə də deyirəm, dostlarımla da danışanda deyirəm ki, ifaçının səsinin rəngi olmasa, o ifaçının oxuduğu təsir eləmir tamaşaçıya. Yaxşı, bəs bu rəng nə idi? Bu rəng sizdə nələri hiss etdirdi? O rəng mənə Şövkət xanımı xatırlatdı, o rəng mənə Sara xanımı xatırlatdı, o rəng Nərminə Məmmədovanı xatırlatdı, Rübabə xanımın yolunu xatırlatdı, müqəddəs bir yolu xatırlatdı bir sözlə deyərəm. Nərminə xanımın adını nə yaxşı çəkirsiniz? Çünki mütəmadi olaraq bir çox nəğmələr var, filmlərdə eşitdiyimiz mahnılar var ki, bunların hər birini məhz Nərminə xanım tərəfindən ifa olunmadığını bilirlər və ona görə mütəmadi olaraq o adı da çəkmək lazımdır ki, ən azından hal-hazırda hamıda bir mobil telefon var, araşdırma apara bilərlər, Nərminə Məmmədova yaza bilərlər və onun ifa etdiyi o nəğmələr təqdim oluna bilər, üzə çıxa bilər və o sənətkarımızı da tanımış olsunlar. Elnur bəy, hərdən deyirlər ki, Aha. O dövrdəkilər oxudu, bitdi, getdi də. İndi olanlardan danışın da, onlardan daha bəsdir danışdınız. Belə eşidirəm hərdən. Olmaz, olmaz. Amma bu düzgün deyil. Tariximizi Bu unutsaq, düzgün gələcəyimizi deyil. qura bilmərik. Çünki hər şey onlardan başlamadı mı? Bəli. Onlar bir növrə deyillərmi? Və ev tikiləndə, evin bir növrəsi olmasa o ev daim yaşayarmı? Əslində biz bütün bu söhbətlərin hər birində yenə də Üzeyir Hacıyevə təşəkkürümüzü bildirəcəyik ki, onun fitri Allah ona istedadı rəhmət nəticəsində o istedadlı insanları, adını çəkdiyimiz bir çox sənətkarlarımızın hər birinin istedadını o üzə çıxartdı və onun ardıca istər Gülağa Məmmədov olsun, çünki Azərbaycan Televiziyası Filarmoniyanın solistləri ayrı-ayrılıqda təqdim Yavər Kələntərli Bəli. olsun. O dövrün müğənnilərimiz, bizim səsli müğənnilərimiz, hansılar ki bu əsərləri bəstəkarlarla yanaşı öz səsləri ilə də yazmışlar. Bax bir söz deyim sizə. Bəstəkar mahnını yazanda müğənni üçün orada heç bir milizmi nəzərdə almır. Bəli. O milizmlərin hamısı müğənnilərin, ifaçıların öz beyninin məhsuludur. Əvəz xanım, mən bir xahişim var Nurayla, çünki yavaş-yavaş sağollaşmalı olacaq. Ya durnalar, ya dərələr, hansından istəyirsənsə bir kiçik bir hissədə oradan ifa etməyini xahiş edirəm səndən. Buyur, durnalar olsun. Sana qurban. Bir zaman havada qanat qanat saxlayın, sözüm vardır mənim sizə. Durnalar, ay durnalar, sözüm vardır mənim sizə. Durnalar, ay durnalar, qatarlaşıb nə diyardan gəlirsiz. Durnalar, ay durnalar, bir xəbər versəniz bizə. Durnalar, ay durnalar, Bax, fikir verin. durnalar, ay durnalar. Elnur, səsinin bəmlərinə fikir verin. Aybəniz xanım, Bu yaşda belə bəm olmur, ha? Biz fasilədən sonra bu barədə danışacağıq, amma Nuray Şahsıvarlıya təşəkkürümüzü bildirərək ona çox sağ ol dedik ki, gəldi. Amma qısa fasilədən sonra yenidən sizinlə bərabər olacağıq.
Hak bana, hak bendedir. Hak söylerim, hak söylerim. Gönlüm asrara, yüreğimler söylerim, söylerim. Zaten yolda Mevzuram daim, 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 söylerim, söylerim, söylerim. Söylerim, hak söylerim, söylerim, söylerim. Hak mənim, hak məndədir. Hak söylərəm, hak söylərəm, söylərəm. Gönlüm söylerim, söylerim, söylerim. Senden söylerim, senden söylerim. Mevzuram daim, 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 söylerim, hak söylerim, söylerim, söylerim. Hak söylerim, söylerim, söylerim. Minnətdarıq qızım, çox sağ ol Əcə, gözəl çox sağ ifadəyə ol. görə. Yenə də Aybəniz xanımın dediyi bütün sözlərin hər birinə qoşuluruq ki, bu gözəl ifanı biz Şökət xanımdan sonra eşidə bilməmişdik. Nə Bəli, yaxşı ki, sənin kimi bəli. istedadlı insanlar var ki, məhz Aybəniz xanımın sayəsində üzə çıxaraq bu gözəl ifaya yeni bir nəfəs verdin. Bunu bir çox insanlar eşitdilər. Xatırladım ki, Cahangir Cahangirov musiqisidir, Nəsiminin sözləridir. Bəli. Və əlbəttə ki, bu gözəl ifana görə qızım sənə təşəkkürlərimi bildirirəm. Uğurların bol olsun. Xədicənin deməli Füzuli kantatasını ifa eləməyə nələ eşidəsiniz. Deməli Alman kirxasında bizim maestro Ağaverdi Paşayevlə oxudu. Nübar qızım da Bəli. konsertdə idi. Aparıcısıydı konsertin və bütün zal alqışdan, aplodismentdən qrimet eləyirdi. Onu da gəlin bizə elə alqışlayaq. Xədicə xanım, çox sağ olun gəldiyiniz üçün. Mikrofonu sizdən götürəcəm, amma sizi yola salacağım. Çox sağ olun ki, gəldiniz. Təşəkkürlər Xədicə. Uğurların bol olsun. Minnətdarım, uğurların bol olsun deyirəm. Və əziz tamaşaçılarımız, biz günə davamı davam etdiririk. Davam etdiririksə, bilirsiniz ki, müxtəlif mövzularla qonaqlarımız olur. Amma biz hal-hazırda dəvət edəcəyimiz qonağımızı uzun zamandır ki, gözləyirdik və nəhayət ki, gələ bildi bizim verilişimizə və çox sağ olsun, təşəkkürümüzü bildiririk ki, vaxt ayırıb gələ bildi.
cildi. Əbəs xanım, Aycan. bilirəm ki, xanımlarımız üçün ən həssas məqamlardan biri də odur ki, cild, üzün təmiz olmağıdır. Bəli. Bunun üçün isə kosmetoloq deyil də peşəkar kosmetoloq, işinin bilicisinə ünvanlanmaq lazımdır, müraciət etmək lazımdır. Leyla xanımın hər bir işinin, mən bir bəy olaraq, amma onun səhifəsini izləyirəm, hər bir uğuruna sevinirəm, baxıram, görürəm ki, doğrudan da özü də öz üzərində çalışaraq yeniliklərə imza atır. Söhbət Leyla Butadan gedir. Leyla Xoş xanım, xoş gəlmisiniz, Leyla gəlmisiniz. Salamlayırıq sizi və bugün dəyərli sənətkarımızla bərabər günə davamda sizi görmək gözəl. bizi çox sevindirir. Xoş gəlmisiniz. Xoş gəlmisiniz. Və təbii ki, dediyiniz hər bir məqam bizi sevindirəcək. Niyə görə? Çünki mütəmadi olaraq efirlərdə olur, işıqların qarşısında olur və mütəmadi olaraq xüsusi makiyajdan gözəldir. istifadə olunur. Hər zamanki Gözəlliyi heç kimi. söz ola bilməz. İllərdir ki, bu gözəllik Deyil. qorunub saxlanılır. Və bugün sizdən bəzi sirləri eşitmiş olacaq ki, bu gözəlliyi qorumaq üçün nə etməliyik? Və yay fəslində olduğumuza görə də üzdə yaranmış olan ləkələr var, Bəli, nəmləndirici proseslərdən istəyərdik ki, bizə məlumat verəsiniz. Hətta əlavə edim Leyla xanım, müəyyən bir maskalardan sonra, hətta prosedurlardan sonra, lazer epilyasiyasından sonra da üzdə müəyyən ləkələr yarana bilir. Və o ləkələri də Elnurun dediyi kimi günəş ləkələri ilə eyni tutmaq olarmı, yoxsa dərəcə fərqi? Görürsən, mən də bilirəm amma bu sahədə. Buyurun. Yay mövsümü biraz dəri üçün stresli bir mövsüm sayılır əslində. Amma bu stresə hərdən xanımlarımız özü salır dərini. Nəyə görə? Mən sizə deyim. Yay mövsümündə günəş, vitamin D qəbul etmək, indi bəzi xanımlar deyəcək ki, Leyla xanım nə danışır? Amma mütləqdir bu. Dəri üçün mütləqdir. Yəni bunu bizə təbiət, Allah Taala bəxş eləyib ki, yay mövsümündə bolluca vitamin D qəbul etmək mütləqdir. Sadəcə bəzi xanımlar lazım olmadan belə dərilərini başlayır qorumağa. Bu SPF kremlərdir, hansıların ki öz SPF-ləri var, 50, 100, 80 və s. Düzgün olmayan qaydada istifadə edirlər. Sonra isə bunu yəqin ki çoxları bilir, ən pis ləkələr əslində qışda düşür, yayda yox. Amma yayda biz bu dərini bax beləcə bolluca lazım olmadan qoruyuruq deyə, qışda problemlər hamısı üzə çıxmağa başlayır. Biz elə bilirik ki, bu yayda olur. Yayda birinci onu deyim ki, ləkələr ümumiyyətlə mənşəyi bilinməyən bir mövzudur. Yəni bu bilinmir ki, bu nədənə belə gəlir. Bu daxildəki hər hansı bir problemdən də yarana bilir. Bəli, amma baxın, misal üçün bəzilər olur ki, üzr istəyirəm, hamiləlik dövrü əmələ gələn ləkələr. Statistika bunu göstərir ki, misal üçün 100%-dan 50-50-yədir. Bütün hamilə olan xanımlarda ləkələr əmələ gəlmir. Və yaxud deyirlər, mənim öd kisəmdə problem var deyə, məndə ləkələr var. Amma yenə də statistika bunu göstərir ki, hər bir öd kisəsi olan xəstə pasiyentdə ləkə yoxdur. Onda gəlin mən sizi bura dəvət edim. Buyurun Leyla xanım. Bu çox əslində geniş mövzudur. Yox, geniş mövzu deyəndə ki, bütün bizim bildiklərimizin hər birində bir sual işarəsi qoymuş oldu. Çünki mütəmadi olaraq biz də özümüz də araşdırmalar aparırıq ki, bu üzdə ləkələrin yaranma səbəbinin əsas istiqaməti bəlkə də günəş ola bilər. Günəş şüalarının altında dayanırıq saatlarla ki, üzümüzün rəngi dəyişsin. Yay fəslində istər-istəməz o SPF-lərdən istifadə edirik. Bir sual vermək istəyirəm ki, SPF-lərdən istifadə edərkən onun da mı üzə düşmə dərəcəsi var? Əlbəttə var. Yoxsa məsəl üçün mənəm də indi ürəyim istəyir 50%-lıq SPF vururam. Belə bir şey yoxdur Elnur bəy, üzr istəyirəm. Belə bir şey yoxdur ki, misal üçün bir SPF-i xanım tərifləsin və hamı onu istifadə eləsin və hamıya o düşərli olsun. Elə bir şey yoxdur. Yəni mən həmişə deyirəm ki, bəlkə də bu gələcəkdə olacaq. SPF-lərin xüsusi balaca bir probnik deyirik də ona. Yəni onlardan satışda olsa daha düzgün olar. Yəni çox bahalı SPF belə alan xanım yaxınlaşır ki, Leyla xanım, mənim üzümdə o sanki çürüdü, sanki mənə düşmədi, sanki mən üzümdə ağrılıq hiss eləyirəm, sanki o SPF-dən sonra dərimdə belə başqa bir yaxşı, xoşa gəlməz proseslər getdi. Leyla xanım, bilirik ki, SPF-lər belə hazır formada da satılır. Satılır. Və elə yəni həkimlər, kosmetoloqlar var ki, onu özləri ev şəraitində hazırlayırlar, təbii sularla. Mən birini deyim ki, həmin o ev şəraitində hazırlanan SPF-lər mənim üzümə
gözümə düşmür. Görürsünüz. Çünki aşırı dərəcədə yağlı göstərir üzü Bəli. və etdiyin meykapı da axıdır. Ümumiyyətlə mən sizə bir şey deyim, deyəcəksiniz həkim kosmetoloqdur, bu nədir söyləyir. Mən SPF-in qəti əleyhinəyəm. Bəli, mən İlk dəfə əleyhinəyəm. demədim, belə bir maraqlı qəti. tezis Yəni eşidirəm. sizdə əgər ləkəyə meyillik yoxdursa, SPF-i sürtməyin heç bir adı yoxdur. Çünki siz dərinizi ona örgəşdirirsiniz. Hər bir SPF bilin ki, tərkib hissəsi hormondur. Hər bir, elə bir SPF yoxdur ki, onun tərkib hissəsində hormon olmasın. Bu da örgəncəkliyə gətirib çıxardır deyə. Ona görə də istəyir də tələb eləyir. bəli, mən kosmetoloqam. SPF-mi Mənim ümumiyyətlə SPF-im yoxdur, heç vaxt da olmayıb. Yaxşı, bəs dəniz kənarında istirahət edərkən uşaqların belinə sürtürük, üzünə sürtürük, SPF kremlər Onu var ki, o sürtürük günəş ki, qorumağı üçün. Bəli, Bu doğrudur onu mu? görürsünüzmü? SPF-in nə dərəcədə zəifdir? Çünki bizim vücudumuz mütləq dərəcədə vitamin D-ni qəbul eləməlidir. Günəş istəyir. Sadəcə biz onu çəkirik ki, bizdə yanma baş verməsin. Aha. Yəni bu günəş vannaları mütləq qəbul eləmək lazımdır. Həm saçlara, həm dırnaqlara, həm dəriyə. Bu mütləqdir. Elnur bəy. O zaman SPF, yəni Leyla Suallarım xanımın da qurudu qaldı. Bəli, bəli. Yəni dediyi ilə həqiqətən bu belədir. SPF, mən sual verəcəydim ki, Elnur, ona görə mən də qurudum qaldım. Sual verəcəydim ki, Leyla xanım, biz bütün günü, həftənin 5 günü, gündə 1 saat, indi həmkarlarımız var ki, 3 saat hətta yüksək dərəcəli işıqların altında qalırlar və mən belə bilirdim. İndi bugündən sonra eləməyəcəm. Hər meykapın altından SPF istifadə edirəm ki, dərimə şüalar təsir etməsin. Demək ki, bu da yanlışdır. Bunu da tövsiyə etmirsiniz. Mən tövsiyə etmirəm. Siz tövsiyə Ümumiyyətlə dərini sakit buraxın. Dəri nə istəyir? Nəmləndirmə, qidalandırma. Əgər bunlar vaxtında olunursa, 30-dan yuxarı bu mütləq sayılır. Çünki kollagenin düşməsi başlayır və dəridəki olan mimik qırışlar statik qırışlara çevrilir. Üz istiqaməti aşağıya doğru yönəlməyə başlayır. Bəli. Stress vəziyyət yaranır dəridə. Ona görə də vaxtında 30-dan yuxarı əgər siz düzgün qulluq etsəz, bu da ki, mütləq dərəcədə nəmləndirmə və qidalandırmadır. Kosmetologiyada inyeksiyalardır. Ev şəraitində də olar bunu etmək. Mən indi bir də maska sizə təqdim etmək istəyirəm. Yeri gəlmişkən, Elnur, vurğulayım ki, Aybəniz xanımın da özünə məxsus maskaları var. Amma sirri heç kimə demir. Mənə söz verib. Dayanıb belə ki, mən bu barədə heç kimə heç nə deməyəcəm. Mənə söz verib ki, sənin üçün demir ha, verəcəm reseptini. Deyir, gəl, eləyin, bizdə istifadə elə. İndi onun sirlərini öyrənərik. Amma gəlin görə bugün Leyla xanım burada bizə nə məsləhət təqdim eləyəcək. Bir də indi siz işə başlayıb bir sual da istəyirəm, tez basar beynimdə formalaşır deyə. Makiyajlıq formada və yaxud az makiyajla günəş şüaları altında istirahət etmək olarmı? Qəti məsləhət deyil. Hər bir makiyaj bilirsiniz ki, ora deyin. Hər bir makiyaj, bəli, bilirsiniz ki, kimyəvi tərkibdən ibarətdir. Və nə baş verə bilər günəşlə təmasda bu vasitələr, yəni çox pis nəticələnə də bilər. Ona görə üz tamamilə təmizlənməlidir. Yaxşı olar ki, apteklərdə də var, yəni ərik yağıdır, misal üçün. Çox gözəl düzəltmək olar. Həm SPF kimi, həm də gözəl bir günəş vannası da, zaqar deyirik biz ona. Onun üçün, yəni çox qəşəng spreylər var, ev şəraitində hazırlamaq olar. İstəsəz gələn dəfə mən onu sizə deyərəm reseptini. Mənə deyin, mən məzuniyyətə gedəndə mənə lazım olacaq ki, gələndə çoxusu bir Kakos yağı da hamıya düşmür. Yəni, o da var. Mütləq nə ilənsə tərkib hissə kombinasiya olmalıdır. Belə. İndi keçirik Leyla Butanın gətirdiyi və bizə deyəcəyi məqamı. Bu nəmləndirici maskadır. Bu nəmləndirici, qidalandırıcı və ləkələrə qarşı bir maskadır. Sadəcə demək olmaz ki, bəli, siz bunu edəcəksiniz, sizin ləkəniz tamamilə yox olacaq. Elə bir şey yoxdur. Sadəcə aça bilər rəngi. Amma ən çox yönəlib bu maska nəmləndirmək üçün dərini və qidalandırmaq üçün. Nələr var bizdə burada? Yay mövsümündə hal-hazırda gördüyünüz kimi moruqdur. Buzdolabında olub deyə biraz, bəli, malinadır. Burada deməli bizdə qarğıdalı nişastasıdır. Burada hialuron turşusudur. Bunu apteklərdə, hər bir aptekdə və beauty mağazalarda əldə etmək olar. Bahalı bir şey deyil. Hazır hialuron turşusudur. Hialuron. Hialuron. Belə deyək. Burada nə baş verəcək? Deməli, biz birinci nişastanı qoyaq.
Bu bir nəfərlik hazırlanır hal-hazırda. Bir nəfərlik Aha, hazırlanır. bir Bəli. nəfərlik hazırlanır. Sonra qaşığı unutmuşam. Qaşıq bəli. Zəhmət olmasın. Buyurun. Qaşıqlarımız Leyla var. xanım, moruq əvəzinə mövsümdə başqa nəsə meyvə istifadə etmək olar? Yox. Hər bir ürəyiniz istədiyiniz gilə meyvədən istifadə etmək Qarağat demək olar. olar. Çiyələk Əlbət, olar, olar. olar. Çiyələklə biraz asta olmaq lazımdır. Allergik. Və bir məqamı da sizə deyim, bu maskalar ümumiyyətlə səpkili dərilər üçün deyil. Səpkili dərilər ümumiyyətlə maskadır, skrapdır. Bunlardan istifadə etməsə, dərini tam rahat buraxsa daha gözəl olar. Rahat buraxırsan və rahat Yəni özü... həkimə yaxınlaşsın da o mənada. Həkim. Yəni sıxmaq və s. maska eləmək, skrab eləmək məsləhət deyil. Əslində üzdə yaranmış problemlər həm də dəridə yaranmış problemlər deməkdir də. Yəni ki, dəri ilə bağlı, dəri altı Əlbəttə, dəridə iltihab varsa siz onu qidalandırırsınız qidalandırırsınız və prosesi biraz da pisləşdirirsiniz. Ona özünüz görə bilmədən dərhal mən deyim də sizə nələr baş verir Leyla xanım. Bir proses baş verən kimi, bir hadisə baş verən kimi, yəni üzdə dərhal biz sosial şəbəkələrə giririk. Bu ilə bağlı axtarışlar veririk. Görək kim nədən, nə maska necə. Amma o da deyirsə. nə qədər İndi düzdür mən ki, burada bir əlbəttə məqamı da düzgün xüsusilə deyil. vurğulayım ki, əvvəl və sonra kimi belə bir görüntülər var da, video çəkirlər. Bəli, Əvvəl və sonra. Bəli. Və sanki həmin o məhsuldan istifadə etdilər, sonraki o görünüş dəyişdi, amma biz indi bilirik ki, o ayrı-ayrı məqamlarda Bəli, çəkilir. Bəlkə orada hər hansı bir makiyaj var, bəlkə orada effekt var, nələrsə var ki, bunu Düzdür. gizlədir. Düzdür. Və həmin o məhsulda, həmin o maskaya da böyük bir tələbat yaranır. Sonra Bəli. fəsadlar 2 qat artır. 2 qat artır. Mən həmişə bunu vurğulayıram ki, ev şəraitində sızanaqları müalicə eləmək olmaz. Olmaz, qəti olmaz. Yəni onların çıxma, yəni mənşəyi var. Nə üçün, nədən? Hər bir sızanaq başqa bir göstərici ola bilər də, yəni bədəndə, orqanizmdə. Mən belə bir Ona görə məqamı vurğulayım ki, sızanaqları sıxdıqda indi üzdən danışırıq problemlər. Bəli. Sayı artır. bəli, sayı Yayılır. artır. Çünki mənə elə gəlir ki, o yayıcı effekt daşıyır. Ona görə Əlbəttə. orada məhz Əlbəttə. peşəkarlar nəzarət etməlidirlər ki, onun qarşısını Dərhal alsınlar. qaçırlar, sabunlar alırlar, Ha. üzü qurudurlar. Bəli. Amma bilmirlər ki, bu sabunlar əksinə üzdə nə baş verəcək? Dəriyə lazım olan mikrofloranı da yub aparacaq. Aha. Dərinin immuniteti düşəcək və Bəli. o sızanaqlar 1-ə 5 başlayacaq artmağa. Mən belə başa düşürəm ki, Leyla xanım, üzdəki prosesi, problemi aradan qaldırır, amma kökdə biz onu həll edə bilmirik. Bəli. Yəni kök qalır, kök bir müddət dayanır, sonra artıq bir balaca böyük formada Bəli, özünü bəli. virüzə verməyə Bəli. başlayır. Təəssüf ki. Belə, maskamız hazırdır. Görürsünüz, çox tez başa gələn bir maskadır və bahalı bir şey deyil bu. Deməli, həftədə 2 dəfə olar istifadə eləmək bu maskanı. Üzdə qalıcılıq müddəti 15-20 dəqiqə çəkməklə, ilıq su ilə yumaq lazımdır. Maskadan sonra üzə heç nə çəkmək lazım deyil. Çünki artıq tərkibində hialuron da var, nə lazımdırsa var, yəni bunun tərkibində. Yudub bitdi. Bəli və məsləhət görürəm ki, maskanı axşam 7-dən sonra xanımlar istifadə eləsin. Tam rahat bir, yəni orqanizmin tam rahat bir dövründə. Səhər tezdən üçün deyil bu maska. Stressi götürmək üçün olduğuna görə, ona görə axşam 7-dən sonra rahat çəkirsiniz, yuyursunuz və səhər artıq oyananda çox tərəvətli bir dəri ilə rastlaşacaqsınız. Yəni Gündə etmək olarmı? yox, həftədə 2 dəfə. İki Gündə dəfə. maska etmək məsləhət deyil, mənim əzizim. Deyək ki, həftədə 2 dəfə bundan etdik. Bəli. O həftənin qalan günlərində başqa hər hansı bir maska olarmı, yoxsa birinə istiqamətlənib köklənək? Baxın əzizim, göz ətrafı olar qatmaq adi üz maskalarına da, amma misal üçün siz bu maskanı başlamısınızsa, təxmini 2-3 həftə bunu edin, bu bitsin. Ondan sonra keçin başqa maskaya. Qarışdırmamaq lazımdır. Qarışdırmaq məsləhət deyil. Hə, yox, məsləhət verin bizə. Biz istəyirik ki, siz danışasınız Leyla xanım. Biz sizə eşidək, çünki yay mövsümündə özünü nəmləndirmək lazımdır. Və yaxud hansı problemlərlə üzləşə bilərlər ki, biz o sualı verə bilmirik sizə, amma siz o barədə bizə məlumat verməlisiniz. Hansı problemlə üzləşə bilərlər? Misal üçün, xanımlar əgər yay mövsümündə dərini yaxşı nəmləndirmirlərsə, artıq payıza gedən mövsümlərdə, payız-qış aylarında başlayacaqlar görməyə ki, onların qırışları artmağa başlayıb və yaxud olan qırışlar, hansı ki mimik qırışlardır biz ona deyirik, onlar artıq statik, yəni daha dərin, kəsik qırışlara çevrilir.
Yay mövsümü elə bir mövsümdür ki, yayda peelinglər etmək olmaz. Yayda botulina terapiya etmək məsləhət deyil, çünki daha tez açılacaq o, yəni proses və s. Ən gözəl yayda qidalandırma və nəmləndirmədir dəri üçün. Ən gözəli. Leyla xanım, çox sağ olun gəldiyiniz üçün və bu dəyərli məlumatları bizə təqdim etdiyiniz Çox üçün. xoşdur, Hər dəfə hər zaman. gəlirsiniz, təəccübləndirirsiniz. Bizi bu dəfə də təəccübləndirdiniz. Demək ki, biz yanlış edirmişik ki, sonradan fəsadları da böyük olur. Leyla xanım Butaya təşəkkürlərimizi bildiririk. Çox sağ Peşəkar olun. kosmetoloqlara Siz sağ olun. üstün onlardan biri Leyla Butadır ki, dəyərli məsləhətlərini təqdim etdi. Unutmayın ki, siz də günə davamı izləyirsiniz. Və günə davamı bizim FMB şəhərinin sponsorluğu ilə izləyirsiniz. Sen benim ömrümde açan çiçeksen, onu yüreğimde besleyeceğim. Sen beni belki de görmeyeceksen, ben seni her zaman gözleyeceğim. Sen gizli gelmişsen bu gizli ilişkine yaşayacağım. Dünyanın en ağır yükü sayılan gecikmiş müebbet taşıyacağım. Sen gizli gelmişsen ömrüme inan, bu gizli ilişkine yaşayacağım. Dünyanın en ağır yükü sayılan gecikmiş müebbet taşıyacağım. Sen ömür edeceksen başka biriyle, varam mı yoxam mı bilmeyeceksen, bir gün bu dünyadan senin adınla köçüp gideceğim, bilmeyeceksen. Her gün adınla başlayacağım, her gün adınla bitireceğim. Seni rüyalarda okşayacağım, seni hayallarda itireceğim. Sen gizli gelmişsen ömrüme
Əhsən Nərmin, Minnətdarıq. əhsən. Nərmin o qədər istedadlı bir baladır ki, o qədər istedadlı bir qızdır ki və o istedadını əminik ki, irəliləyən zaman dilimində böyük səhnələrdə göstərəcəksən. Mənə elə gəlir ki, vaxtında, zamanında dəyərli sənətkarımızın yanına gələ bildik. Bax, bu ən böyük xoşbəxtlikdir ki, o sizi doğru, düzgün istiqamətdə dəyərli bəstəkarlarımızın bizə miras qoyduğu o əsərlərlə böyütdü, bu başa çatdırdı. Bu o deməkdir ki, artıq Azərbaycanımızın mədəniyyəti əmin əllərdədir və gələcəyi də çox parlaq olacaq ki, onsuz da bu həyatda yəni ən gözəl nəğmələrlə biz öz vətənimizi təmsil edə bilərik, təbliğ edə bilərik. Nərmin, çox sağ ol gözəl ifana görə, minnətdaram. Oktay Kazımı idi, bunu Aybəniz xanım dedi, amma sözləri Cabir Novruz. Cabir Novruz. Mən qarışdırdım, dedim, ya Nüsrət Kəsəmənli, ya Cabir Novruz. Cabir Novruz, mən bir əlavə etmək istəyirəm Elnur. Biz mütəmadi olaraq psixoloji mövzulardan və xüsusilə ailənin övlada qayğısından, sevgisindən danışırıq. Həm də Aybəniz xanımın tələbələrinin valideynlərinə mən təşəkkür etmək istəyirəm ki, öz uşaqlarının istedadının fərqindədirlər və onları böyük səhnələrə hazırlayırlar. Mən istəyərdim ki, belə bir mövzuda söhbətimizi edək və qonağımızı dəvətləyək. Çünki biz bugün o qədər musiqidən, mahnıdan danışırıq ki və bizim dəyərli sənətkarımız bizimlə bərabərdirsə, ən əsas məsələlərdən biri odur ki, musiqinin insan həyatına təsiri necə olur? Çünki musiqi insan həyatına o cür təsirlər göstərir ki, yəni musiqi ruhun qidasıdır sözü var burada və bizim dəyərli Hüseyn Sultanov mən böyük məmnuniyyətlə istəyərdim dəvət edim. Çünki musiqiyə çox yaxın insandır, musiqini sevir, musiqini ifa edir, musiqini sevir. Yəni özü də sırf başqa bir sahədə olsa da yenə də onun ruhunun qidası mahnılardır. Özü də Azərbaycan mədəniyyətinin ən gözəl nümunələridir. Ona görə də biz istədik ki, elə bax bu mövzuda... Nə gözəl sözlər, çox sağ olun. Davam edək. Musiqinin insan həyatına təsiri. Çünki isti yay aylarıdır, hara gediriksə, istənilən fəsillərdə biz musiqi ilə sanki qidalanmış oluruq. Musiqi insan həyatına necə təsir göstərir? Bir düşünün də, gəlin bir şeyin qədrini bilmək üçün gəlir onu çıxarasan. Düzdürmü? Bir həftənimizin belə musiqisiz düşünün görək hələ. Bəzi insanlar deyəcək, bir günümüzü musiqisiz düşünə bilmirəm, düzdürmü? Mümkün olmur. Biz siz katorqaya bənzəyərik, yəni dünya türmə olar da yəqin ki, hər halda mənim üçün belədir. Amma... Məncə dünya yox, Hüseyn bəy, bir balaca əlavə edəcəm. Duyğular həbsxanada olar. Bəli, musiqi həm duyğulardır, həm bizim istirahətimizdir, həm qidamızdır, həm biz ən çətin məqamda biz musiqiyə müraciət edirik də, yəni düzdürmü? Yəni qayğılı zamanımızda da musiqiyə, sevincli günümüzdə də, xoş günümüzdə də, düşüncəli vaxtımızda da, meditasiya edəndə də musiqi bizim belə deyək də, bəlkə də insanlığın nail olduğu ən yüksək, ən təkamülün bizə verdiyi ən böyük hədiyyələrdəndir. Yəni düzdürmü? Çünki mən deyərdim ki, belə deyək də, bax bugün biz şuurlu insanı, homo sapiensi əgər heyvanat aləmindən ayırmaq istəyəndə müxtəlif dövrlərdə, belə deyək, alimlər müxtəlif müddəalar irəli sürürlər ki, misal üçün bir ara deyirdilər ki, əmək alətlərindən istifadə edir insan, heyvanlar etmir. Çünki biz ayırt etməliyik, yaxud düzdürmü? Və yaxud bir ara var idi, ikinci siqnal sistemi, yəni ünsiyyət. İnsanlarda var, heyvanlarda yoxdur. Zaman-zaman bizə məlum olur ki, ikinci siqnal sistemi, yəni ünsiyyət heyvanlarda da var, hərflər, sözlər və s. və axır. Əmək alətlərindən istifadə edirlər, siz hamı o qarğanın rolikini görüb də, düzdürmü? Bəli. O qozları o qutudan çıxarmaq üçün nə mürəkkəb hərəkətlər istifadə edir, çöpdən istifadə edir. Və yaxud da elə canlılar var ki, qarışqanın yuvasında çöp uzadıb oradan tuturlar və yaxud da quşlar var ki, çörəyi suya atıb balığı cəlb edib onu tuturlar. Bəli, bu artıq hamı bu rolikləri görür. Musiqi. Yəni bizim, mən deyərdim ki, biz təkamüldə nəyi əldə eləmişik bir homo sapiens olaraq? Homo sapiens latın dilindən ağıllı insan deməkdir. Yəni müasir insanın növünə danışırıq biz. Musiqi əldə eləmişik. O musiqi elə mürəkkəb musiqi. Bizim düşünün, etnik musiqimizi düşünün, muğamımızı düşünün, klassik musiqimizi düşünün. Görün nə mürəkkəb struktura malik olan bir translyasiyadır, düzdürmü? Ki onu heç cür
cazı düşünün. Heç strukturu da olmayan, düzdürmür, bir ünsiyyət üsuludur, bir ifadə olunma üsuludur. Biraz Yəni çox hər yox, çox maraqlı danışırdınız. Ona görə bir çox fikirlər, bir çox suallar yaranır məndə. Amma mənə belə bir sual istəyirəm burada səsləndim, amma tam səmimi bir cavab istəyəcəm Aybəniz xanım sizdən. Siz musiqi ilə qidalanırsınız, musiqi ilə yaşayırsınız. Bu sizin artıq həyat tərzinizdir. Elə olurmu ki, siz musiqidən də yorulursunuz? Mahnıdan da yorulursunuz. Yoxsa bu mümkün olan bir şey deyil ki, bu yalnız və yalnız mənəvi qida verir insana. Mən sizə tam səmimi deyəcəm. Mən özümə şəxsən heç vaxt qulaq asmıram. Özümdə səhv axtarmaq üçün qulaq asıram hərdən. Yeni yazılan mahnıdırmı, efirdə çəkildi, sonra canlı olur ki, oxuyursan, orada qüsurlarımı axtarıram. Amma belə adi hallarda, vaxtlarda mən heç vaxt qulaq asmıram. Nə musiqiyə qulaq asıram, nə özümü dinləyirəm. Çünki həqiqətən də inanılmaz yoruluram. Çünki baxın, səhər tezdən 9-dan, 10-dan dərsə başlayıram. Elə olur gecə 11-də bitir. Yaxşı, dərs nədir? Dərs? Musiqidir. Oxuyurlar. Bütün beynim dolur. Demək ki, sizin həyat tərziniz artıq musiqidən heç bir zaman Amma ayrılmır. indi orada mən nə edirəm? Axı mən orada araşdırma aparıram. Elə belə dinləmirəm onları. Tələbədir, oxuyur. Mən orada onun üçün yeni milizmlər düşünürəm. Ki, qoy təkrarçı, ifaçı olmasınlar Yaxşı, bunlar. siz nə düşünürsünüz? İnsanın həyat tərzinə mahnılar, musiqilər necə təsir göstərir? Çox bir mənalı təsir edir. Ona görə də məni sevən insanlar həmişə deyirəm ki, məni dinləməyin. Çünki həmişə ağlamalı mahnılar oxuyuram. Niyə getmə, aman da ağlamalı deyil ki? Ağlamalı mahnılar da insanların ürəyini xarab edir və öz təsirinə salır adamı. Bəli, təsirə salmaq. Təsirinə salır. Amma indi bir məsələ var burada. Hər ifaçının ifa etdiyi mahnılar insana təsiri ala bilmir. Çünki ilk növbədə mənə elə gəlir ki, bax bu sualı istəyirəm ki, həm Hüseynə ünvanlayım, həm də Aybəniz xanım da cavab versin ki, necə olur ki, ifaçının qarşısında elə böyük bir yol dayanır ki, həm musiqini hiss eləməlidir, həm sözləri özü hiss eləməlidir. Sonra öz daxilində, öz beynində, səsi ilə, avazı ilə, musiqi ilə sözlərin ruhunu birləşdirib onu təqdim etməlidir. Yəni bu çox önəm daşıyan məqamlardan biridir ya. Bir var ki, mən mahnı oxuyuram, söz Mən ilk olaraq Aybəniz xanımın dediyinə belə şərh eləmək istəyirəm. Aybəniz xanım, sizin ifa elədiyiniz lirika bizə bəzən elə zəngin duyğular verir ki, siz o sözü deməyin, xahiş edirəm. Biz dinləyicilərinizi eşidin də, görün biz nə deyirik. Biz çox razıyıq sizin lirikanızdan və bizim həyatımızda istər qəmgin məqamlar olsun, dramatik bir situasiya olsun, nə olsun, həmişə lirikaya müraciət edirik və lirika musiqinin bacısıdır. O ki, qaldı sizin sualınıza. Bilirsinizmi, mən öz ürəyində mızıldanmayan adam heç tanımıram. Bəlkə də elə bir insan yoxdur. Düz deyim, mən hansısa bir, misal üçün, Rəşb Beyqudovun ifa elədiyi mahnıları özümdə mızıldananda, sonra əgər onu hansısa bir vasitə ilə eşitmiş olsam, bu nə idi, mən oxuyurdum. Amma həmin məqamda adam onu yaşayır axı. Hansı mahnı ifa eləməyi daha çox xoşlayırsınız mızıldanmağı? Mən bilirəm, sən söhbəti hara aparırsan. Yox! Bu necə variantlar istifadə edir? Mən deyim sizə, niyə görə? Bəlkə sizin səsinizdən xəbər var. Mən bir şey deyim sizə ki, elə mahnılar var ki, istənilən vəziyyətdə insanın köməyinə çatır. Mən də mızıldanıram da özüm üçün, mən də mahnı oxuyuram. Amma sizə təsir edən mahnısı hansıdır? Mən deməyəcəm, gərək... Buyurun. Deyin. Buyurun. İstəmirdi ha? Nazəndə Sevgili. sevgilin yadıma düşdü. Ay. Yəni, misal üçün, onu mən özüm belə mızıldananda, üzr istəyirəm, bəlkə də bu termin biraz yox. Aybəniz xanım əgər bunu deyirsə... Yox, Aybəniz Mən xanım hiss edirəm ki, nəsə orada bir səs gəlir mənə. Aybəniz xanım, siz bizi də yaxşı hiss edirsiniz. Siz nə baş verdi? Bir yaxınlarda belə bir eksperiment baş verdi. O mahnını oxuyan bir müğənni, bax sizin bayaqki sualda da burada bir paralel aparmaq istəyirəm. Bəzən musiqidən yorulursan, amma bəli. Belə bir müğənni, yəni ixtisası müğənni olan bir adam səhnədə o mahnını ifa elədi. Biz evdə oturduq ailə üzvlərimizlə, bunu belə deyək, tənqid etdik öz aramızda. Dedik, bu nədir axı? Oxuya bilmirsən, oxuma da. Bu mahnını sən oxuya bilmədin, öldürdün mahnını. Öz aramızda tənqid edirik, mən adını da çəkmirəm, demirəm kimdir.
yoruldum o mahnıdan. Sonra dedim ki, mən səndən yaxşı oxuyaram öz aramızda. Evdə Aha, belə deyil. aha. Eksperiment elədim. İndi eləyəydi o eksperimenti. Yo, çox xahiş eləməyək. edirəm. Deyim, qoy eksperimenti qurtarıb, sonra tamaşaçılara yazığın gəlsin. Çünki kameranı qoydum, özüm mızıldandım, sonra dinlədim, dedim, vay, yaxşı ki, mən müğənni olmamışam. Yəni nəyə gətirir? Amma Hər ən kəs çox bu öz sevdiyim işi ilə mahnını məşğul. ifa edə bilərsən burada, biraz da olsa. Çünki mən də ifa edə bilərəm. Sözlərini də bilmirəm. Çünki Bilirsən. Çox asandır, çox sadədir. Sözləri də bilir. əlbəttə bilir. Təvəzzükarlıq edir. Doğrudan bilmirəm. Hamımız bilirik o yəni, mahnını, yaxşı əzbər bildiyiniz bir bilirik. mahnını ifa eləyək ki, doğrudan da biz buradan çağırış eləmək istəyirik ki, musiqinin insan həyatına böyük təsiri var. Biz burada görüşürük, Musiqi danışırıq. böyük bir O demək gücdür. deyil ki, Hüseyn doktoru oxutdurduq, mahnı oxudu deyil. Düzdür, təbii Biz ki. insan həyatına təsirindən danışırıq ki, necə izlər buraxa bilər. Ona görə də Yəni- ən yaxşı bildiyiniz bir mahnını ifa Mən etməyinizi xalq xahiş edirəm. mahnılarını Buyur. çox sevirəm və Buyur. həmişə xalq mahnıları evdə dinləyirik. Buna görə mən anama təşəkkür edirəm. Çünki o bizə onu Aşılayıb. aşılayıb və Aşılayıbdı, çox qəribədir. Biz körpə olanda o bizə oxuyurdu daimi onları, bizi tanıdırdı, bizim efirdən eşitmədiyimiz mahnıları bəzən, nadir mahnıları. Həmin vaxtı biz həmişə şikayətçi olurduq, amma indi artıq hiss edirik ki, o artıq bizim Bəli, sümüyümüzə elədir. oturdu. Ay Allah. Mən belə Eşidirik sizi, belə buyurun. mahnı- Uca barıdan aşaram mən, yarıma kəniz qoşaram mən. O qızı mənə versələr, hacının qızın boşaram mən. Bax beləcə. Boşanmaq məsələsi yaşamadır. Amma baxın, musiqi duyumu var. Musiqi duyumu çox gözəldir. Gözəldir və deməli, hətta səsinin də bir balaca da olsa bizə gizlində də olsa nəsə eşitdirdi ki, avazı var. Deməli, istəsəydi bu işi daha da genişləndirə bilərdi və gözəl bir ifaçı da ola bilərdi. Mən həmişə deyirəm ki, istedadlı olan adamlar, səsi olan adamlar plus 1-dən başlayıblar həyata. O elədir. Siz plus 1-dən başlamısınız. Çox təşəkkür edirik gəldiyiniz üçün. Aybəniz xanım həmişə vurğulayır ki, hər kəsin səsi var. Sadəcə onu o düzgün peşəkarın yanında çıxarmaq lazımdır, ortaya çıxarmaq lazımdır. Minnətdarıq gəldiyiniz üçün. Həm Hüseyn bəy sizə, həm Aybəniz xanım sizə. Çox sağ olun. Və təbii ki, sizin günə bizimlə birlikdə davam deməyiniz Bitirə verilir. bizim Heç həftəni doymuruq uğurlu davam sizdən, bunu etdirməyimiz. biləsiniz. Amma irəliləyən dəqiqələrdə əziz tamaşaçılarımız Sənət Akademiyası uşaqlarını görəcəksiniz. Amma biz məsələni deməliyik ki, unutmayın ki, günə davamı Bizim ev Mebel şəhərinin sponsorluğu ilə baxırsınız. Bəli, bax beləcə qarşınızdayıq və Sənət Akademiyasının uşaqlarını görürük və bizim bu balaca balalarımızı hələ bir sıraya düzmək əsas məsələlərdən biridir. Amma unutmayaq ki, bugün bizim dəyərli sənətkarımız Aybəniz Həşimova ilə bərabər idi. Hüseyn bəy, siz də yaxın gələ bilərsiniz, arxada qayın. Həmkarım Nübar Əbil ilə bərabər bugün musiqidən danışdıq, sənətdən danışdıq, sənətkarımızdan danışdıq, gənc nəsilə olan sevgidən danışdıq, gənc nəslin gözəl ifalarını təqdim etmiş olduq və yekun olaraq istəyərdik ki, elə həyatınız da musiqi ilə zəngin olsun. Amma yetər ki, həyatınızı daha da gözəlləşdirəsiniz. Ürəyinizdən sevgi, dilinizdən təşəkkür isə heç bir zaman əksik olmasın. Və əlbəttə ki, bütün sevdiyiniz məqamlar həyatınızdan əskilməsin. Sağ olun, sağlıqla qalın. Aybəniz xanım, hal-hazırda Sənət Akademiyasının tələbələri ilə gözəl bir musiqinizi, mahnınızı təqdim edərək biz tamaşaçılarla da sağollaşacağıq. Nə yaxşı ki, varsınız, hər zaman da var olun. Çox sağ olun. Təşəkkür edirəm, minnətdaram. Gəl bura Hüseyn, geç Hüseyn. Böyük gururisiyle diyebiliriz ki Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Laçın, Kəlbəcər, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Yaşasın Azərbaycan!